tamaşaçılar, bugün ayın artıq biridir və onu da qeyd eləyək ki, bayramdan sonra ikinci iş günüdür əziz tamaşaçılar və yollardakı vəziyyət də artıq saat 9-a az qalıb deyə bilirik ki, yollardakı vəziyyət də biraz sıxlıqdır və elə istərdik yollardakı vəziyyətlə bağlı məlumat verək. Və əməkdaşımız Nigarı eşitmək istəyirik. Nigar, salam, sabahın xeyir olsun. Buyur, səni eşidirik. Hansı istiqamətlərdə sıxlıq müşahidə olunur? Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, hazırda biz Qələbə dairəsi ərazisi Həsənbəy Zərdabi prospektindəyik. Burada gördüyünüz kimi sıxlıq müşahidə olunur. Hazırda yollardakı vəziyyətlə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata əsasən Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəz istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəz istiqamətində, Yusif Səfərov küçəsi mərkəz istiqamətində, Niyazi küçəsi Azneft dairəsi istiqamətində, 1-ci göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Halı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində, Aeroport şosesi Koroğlu metro stansiyası istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, Tbilisi prospekti İzmir küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Belə elə ki, çatdıracağımız məlumatlar bu qədər. Söz yenidən sizdədir. Təşəkkür edirik Nigar ətraflı məlumat üçün.